Salam, əziz soydaşlar. Mən Rüşad Ağdərəli Güney Azərbaycan Səsi səhifəsindən sizə səslənirəm. Bu video fəaliyyətlərimin yeni mərhələsidir. Bəlkə də bu səs sizə tanışdır, amma bu yol hər zaman təzə bir nəfəs, yeni bir ruh istəyir. Bu susturulanların, unudulanların, yenidən oyananların səsidir. Bugün danışacağım söz ürəkdən gəlir. Millətimin ruhundan gəlir. Çünki biz bir millətik. Parçalanmışıq, bəli. Amma unudulmamışıq. Və indi oyanmaq vaxtıdır. Bu bir çağırışdır. Bu illərlə susturulan bir millətin içindən gələn fəryaddır. Bu bizə bir xatırlatmadır ki, biz kimik? Hardan gəlmişik, hara getməliyik? Milli oyanış ən böyük məqsədimizdir. Çünki azad olmayan millət nə danışa bilər, nə də yaşaya bilər. Bizi 100 illərdir ki, ayırıblar, amma ürəyimiz bir olub, qəlbimiz bölünməyib. İndi oyanırıq. Hər keçən gün biraz daha çox bir-birimizi tanıyırıq. Kitabdan, musiqidən, dilimizdən, bayrağımızdan güc alırıq. Susanda bizi unutturmağa çalışırlar. İndi danışma zamanıdır. Milli oyanış təkcə siyasət deyil. Bu bir can mübarizəsidir. Bu dilimizi qorumaqdır, tariximizi yaşatmaqdır. Bu, gəncindən yaşlısına qədər hər kəsin ortaq mübarizəsidir. Bu torpağımızı, adımızı, tariximizi unutmamaq deməkdir. Dəyişəcəyik. Qorxunu cəsarətə, susqunluğu səsə çevirəcəyik. Bəli, bu yol uzun ola bilər. Amma mümkündür. Çünki oyanan bir milləti heç kim dayandıra bilməz. Bu mənim yeni addımımdır. Yeni meydan, yeni nəfəs, yeni söz. Amma hər dəyişiklik bir niyyətlə başlayır. Milli oyanış üçün mən varam. Bəs sən?